Salam dostlar, günləriniz xoş keçsin. Dostlar, siz üçün bir neçə düşüncə seçmişəm. İstəyirəm birlikdə bir fəlsəfi aləmi quraq. Və həm də ustadları xatırlayaq. Və əgər ürəyiniz istərsə, bəlkə də bu düşüncələrdən hansısa qənaətlər əldə edə bilərsiniz. Bu fikirlər üzərində təfəkkür edərək bəlkə də müəyyən nə deyək, ruhi təkmilləşmələr yaşaya bilərik. Bəlkə də. Hər halda cəhd edək dostlar, belə deyil. Bundan da ötə bu düşüncələrlə bir nə deyim, fəlsəfi aləm quraq. Yəni biz necə ki, məsələn üçün əyləncəvi mədəniyyətlə məşğul olaraq duyğularımızı əyləncəvi şəkildə oynaşdırıb yeniləyiriksə və həyatdan yüngül şəkillərdə ləzzət ala biliriksə, həm də ola bilər ki, ruhi, mənəvi sferada da düşüncələrdən ləzzət alaq və onlardan bəhrələnək. Yəni, varlığımızın hər iki tərəfini, əyləncəvi tərəfini də, ruhi, intellektual tərəfini də təmin eləyək. Bu ruhi tərəfi təmin eləmək üçün biz həm də fəlsəfə və şeiriyyatdan yararlana bilərik. Fəqət, dostlar, məsələn, seçdiyim düşüncələrdən birini oxuyun. Məsəl üçün, Rumidəndir. Deyir, haqq dostları ilə söhbət xalis qızıl kimi qiymətlidir. Necə olur ki, sən bu dəyərli şeyi onun dəyərini bilməyən xain, riyakar insanlara əmanət edirsən? Bu Ruminin tərzindən biraz fərqlidir. Rumi də zənn edirəm tərzində, üslubunda, aləmində şəfqət, lətafət, belə də nəzakətli hal nəzərə çarpır, hökmran ruh halıdır. Amma yenə də dilə gəlib də belə, yəni deyir ki, biz o haqq dostları ilə söhbətlərin qiymətini bilməliyik və bu söhbətlərin qiymətini bilən insanlara həvalə etməliyik. Mən də ümid edirəm ki, dostlar, sizlər də bu kimi söhbətlərin dəyərini heç olmasa qəlbinizdə bilərsiniz. Yəni ki, inanıram ki, mən bunu çox alicənab insanlara əmanət edirəm də öz çapımda. Öz, nə deyim, güclərin müqabilində, ruhi, zehni güclərin müqabilində. Dostlar, alicənab insanlara əmanət elədiyimi güman edirəm, buna inanıram. Və bu düşüncələrdən siz üçün oxudum. Sonra bir dənə qəşəng düşüncəsi var ya, dostlar, anlatalım siz üçün. Əgər düşüncən güldürsə, sən bir gül bağçasısan. Yox, əgər tikan düşünürsənsə, cəhənnəm odmusan. Çox qəşəng düşüncəli dostlar, Rumidəndir. Yəni, biz düşüncələrimizi güllərlə uyğunlaşdırmalıyıq. Güllərlə süsləməliyik düşüncələrimizi, həyata baxışımızı, hətta ona realist baxışımızın belə o zəminini çiçəklərlə
bəzəməliyik, çiçəklərlə rövnəqləndirməliyik. Amma düşüncəmizi tikan olmaqdan çıxartmalıyıq ki, zehnimiz aydınlansın, xoş olsun, yaxşı olsun dostlar. Tikandan uzaq saxlamalıyıq və tikanı çıxartmalıyıq düşüncəmizdən. Tikanlı şəkillərdə necə də bir dəfə də yada salaq. Hardaydı o? Dostlar, nə deyirdi? Düşüncəmizi nə edək? Bunu bildik. Düşüncən gül olmalıdır. Gül bağçasına çevrilməlisin. Tikan düşünürsənsə, cəhənnəm odunusan. Yəni ki, düşüncələrimizi aydın, xoş, qəşəng saxlamaq mümkün qədər bizim həyatımızı da çiçək bağçasına çevirər. Ola bilər, belə bir hal ola bilər. Və sizə başqa bir düşüncə də oxuyacağım dostlar. Daha doğrusu analizdir bu. Bu Schopenhauer'dandır dostlar. Schopenhauer'ın üslubu necədir dostlar? Realist, sərt. Onun dünyası belədir. Özünə məxsus sevgisi var. Zaten şəfqəti fəlsəfəsində çox yüksək bir yerə qoyur, etikasında. Ən yüksək yerə qoyur deyərdim. Ən yüksək yerə qoyur. Demək olar. Amma fəlsəfəsi bu tip rumivari şeiriyyatdan uzaqdır, özünə məxsus poeziyaya malikdir. Yəni daha çox fəlsəfi məntiqlə və realist ədəbiyyatla belə deyərdim. Realist ədəbiyyatdan və təbiətşünaslıqdan qüvvələr alaraq formalaşdırdığı bir üslubla yazır və onunla təhlil edir. O baxışı o cürdür ki, bu mənim də oxucu olaraq ən ürəyincə olan üslub tərzidir. Yəni bilgi qüvvələri, bütün əlimizdə insanlığın yaratdığı bilgi qüvvələri ki var, mənbələri ki var, bunların hamısının ən yaxşı cəhətlərini özündə birləşdirən üslub. Yəni həm təbiətşünaslıq, xalis elm ki, bu baxış əbədidir, deyərdim. Əbədi şəkildə özünü təsdiqləyib. Yəni xalis elmin nəticələri öz faydasını və əhəmiyyətini artıq çoxdan isbatlayıb. Ona görə onu yaradan baxışda, yəni ilkin xalis elm, təbiətşünaslıq baxışı da əzəliyyət boyunca əhəmiyyətini qazanıb artıq. Bununla birlikdə elmdən də güc alan ədəbiyyat öz dominantlığını artıq qurub və əzəliyyət boyunca davam edəcək. Bilgi məsələsi olaraq və həyat fəlsəfəsi deyərdim. Bu üçündən güc alan üslub daha çox ürəyincədir. Düşünürəm ki, hətta bu nəticəyə gəlmişəm ki, ən yaxşı üslub sayıla bilər. Yəni yaxşı sözünün altında, yəni ən dolğun, bəlkə ən məmnun edici, ən dolğun, yəni daha qüvvələrin daha bol şəkildə o insanın ruhi, zehni qüvvələrinin daha dolğun formada özünü göstərdiyi, isbatladığı və nəticə verdiyi üslub sayıla bilər.
Amma Şopenhauerin üslubu daha çox belədir dostlar. Və gəlin onun analizinə də baxaq. Onun analizi əlbəttə onun üslubuna uyğundur, baxışına uyğundur, özünə məxsusdur. Nə deyir dostlar? Baxın, gəlin biraz analiz edək. Deyir ki, bax, insan bir fəlakətləri bizdə iki cür əhval yaradır. Məsələn, siz özünüz də bunu bəlkə özünüzdə analiz edə bilərsiniz ki, sizdə belədirmi? Hərdə bir təcrübədir, fəlsəfi təcrübədir, mənəvi, zehni təcrübədir bu. İnsanın özü ilə məşğul olması üçün həm də və həm də ruhi təkmilləşməsinə töhfə verə bilər bəlkə də. Yeri gəlmişəm Besoxorun Aləmi kitabında dostlar, biraz sinik əhval-ruhiyyədə bu məqamın başqa cür, bu məqama bənzər, bu məqamla səsləşən bir məqamın fərqli cür təsviri də var, yeri gəlmişkən. Deyir, birincisi, insan əzabları bizdə iki cür əhval-ruhiyyə yaradır. İnsan fəlakətləri. Yəni, onların başına gələn fəlakətlər. Biri, elə bir ki, bizim özümüzlə bağlıdır. Yəni, biz özümüzdə olan fəlakətlərə fokuslanırıq. Öz başımıza gələn fəlakətlərə, öz istirablarımıza, çətinliklərimizə fokuslanırıq və özümüzdə nə görürük? Görürük ki, biz arzularla çuğulanmışıq. Yəni, bizim arzularımız var, istəklərimiz var, tələbatlarımız var. Hətta bir çox bəlkə də reallaşmayacaq tələbatlardır. Bunlar affektlər və ehtiraslar şəklində özünü göstərir və bunun ardınca da istirab gətirir. Qaçılmaz istirablar gətirir. Və bu istək artdıqca artır. Və belə bir əhval-ruhiyyənin altında biz olanda digərlərindəki saadətə, xoşbəxtliyə, həsədlə baxırıq. Digərlərinin xoşbəxtliyinə, saadətinə həsədlə baxırıq. Bu cür bir halda olanda, yəni affektlər, istəklər, arzular, tələbatlar hökmranlığı altında olanda. Və digər insanların əzablarını da vecimizə almaq istəmirik. İkincisi isə ikinci əhval-ruhiyyə isə belədir ki, biz insan fəlakətlərini birbaşa başa düşürük, hiss edirik. İnsanların başına gələn, digər insanların başına gələn fəlakətləri birbaşa hiss edirik. Birbaşa təsəvvür edirik. Və digərlərinin istirablarını görəndə bu onları hiss etməyimizi aparıb çıxardır və öz istirablarımızı zehnimizdən qovur. Yəni, biz öz istirablarımızı unuduruq. Və yaxud öz istirablarımızın təkcə biz istirab çəkirik əhvalından çıxırıq. Yəni, görürük ki, başqaları da istirab çəkir. Və hətta mən indi əlavə edirəm bəzi məqamları dostlar. Məsələn üçün, sən digər insanların başına gələn fəlakətləri görəndə və onlarla o bağlar quranda, çoxludur ki, dünyada belə görəndə, müxtəlif yerlərdə. Və onlarla bağlar quranda hətta belə düşünürsən, mənim istirablarım, əzablarım bunların yanında nədir ki? Yəni,
məhdud istirablarım və əzablarım onların yanında nədir ki? Yəni gör insanlar necə ağır həyatlar keçirdirlər. Mən isə durmuşam öz əzablarımı, istirablarımı bu qədər şişirdirəm, bu qədər əhəmiyyətli sayıram. Başqalarının yerində olsam nə edərəm? Belə düşünürsən və başa düşsən ki, sən özünü heç də belə xüsusi məsələn saymamalısan. Özünü, öz istirablarına əndazəsizcə əhəmiyyət verməməlisən, öz tələbatlarına, arzularına, istəklərinə. Gör nə çox canlı yer üzərində insan acılar içində qıvrılır. Müxtəlif yerlərdə, yəni müxtəlif cür şəraitlərdə. Bəs onların ağır acıları, bəlkə də onların bir çox ümumiyyətlə şikayətlənmir. Mən isə öz məhdud, kiçik istirablarımdan bu qədər şikayətlənirəm. Yəni belə hallara da aparıb çıxarda bilər də, düzdür? Və biz bu zaman deyir ki, Schopenhauer, insan istirablarını özümüzdə deyil, başqalarında tanıyırıq. Və bu zaman bizdə mərhəmət oyanmağa başlayır. Yəni duyğu olaraq, hissiyyat olaraq. Və bunun nəticəsində də insansevərlik əmələ gəlir, xeyirxahlıq əmələ gəlir, duyğu olaraq əmələ gəlir və yaxud əmələ keçə bilər duyğu. Və xoşbəxt oluruq ki, heç olmasa istirab çəkən başqa bir insan müəyyən qədər rahatlayır, müəyyən qədər sevinç, yəni o əzabları azaldığını görəndə o insanların özüm sevinç duyuruq. Yəni bu zaman biz o başqalarındakı əzabları birbaşa hiss eləyəndə və biləndə ki, onların əzabları, istirabları azalıb, bu bizə sevinç gətirir, şad oluruq. Yəni bu bizdə həsəd oyatmır. İki cür bu əhval-ruhiyyədir. Yəni başqa insanların başına gələn fəlakətlər bizdə iki cür belə əhval yaradır. Birincisi odur ki, biz onlara laqeydcə baxırıq. Yəni ən azından belə baxış olaraq laqeydcə baxırıq. Yəni və yaxud başqalarının səadətinə həsədlə baxırıq. Bu bizim özümüzün istirablarımıza, tələbatlarımıza, arzularımıza, affektlərimizə, ehtiraslarımıza çox yüksək qiymət verməyimizdən doğur. Bu birinci haldır. Bu başqalarının duyğularına, istəklərin, tələbatlarına laqeyd əhval əmələ gətirir. Və həsədlə, səadətlərə də həsədlə baxırıq. Amma istirabı birbaşa olaraq özümüzdə deyil, başqa canlılarda da duyanda, başqa insanlarda da duyanda bu zaman həsəd duyğusu sönükləşir, şiddəti onun sönükləşir və nəticədə biz onların əzablarını özümüzki kimi duyuruq və ya buna bənzər bir əhvalla duyuruq və o azalanda biz də sevinç, yüngüllük hiss eləyirik və onların da o əzablarının azaldığını görəndə özümüzü yaxşı hiss eləyirik. Bax, bu əhvaldan insansevərlik, xeyirxahlıq kimi duyğular doğur və bu zaman həsəd itir. Deyir, insan təbiətindəki, canlı təbiətindəki pozğunluq da bizdə iki cür əhval yaradır. Yəni, məsələn üçün, insan təbiətini əgər biz səmimiyyətlə, dürüstlüklə analiz edəriksə, yəni insan mövzuluğunda çoxlu qaranlıq tərəflərin olduğunu görəcəyik. Bu bizim özümüzdə də ola bilər, digər insanlarda ola bilər. Sonrasında bu Schopenhauer'ın sözüdür. Yəni bir insan ilgi əqrabatdır bir-birinə. Ona görə də birində az, birində çox. Zənn edirəm hər kəsdə qaranlıq tərəflər ola bilər. Və bu qaranlıq tərəf
dedikdə indi siz bu başqa mövzudur da, yəni çoxlu ə, qaranlıq insan təbiətindəki qaranlıq tərəflərin çoxlu dərəcələri var, çeşidləri var, formaları var. Bu başqa etikanın başqa mövzusudur. Amma başqa mövzusudur. Bu da bizdə iki cür duyğu yaradır. Və ya da insan təbiətində, gəlin bunları insan təbiətindəki pozğunluq olaraq qəbul edək. Ənənəvi mənada deyil də, ümumilikdə pozğunluq. Məsələn, insan təbiətində ədalətsizlik varmı? Bəli, var. Çox görmüşük. Bəlkə siz də görmüsünüz də, yəni ki, aydın məsələdir. Şahid olursan da bunu dünyada müşahidə ilə çıxardır. Ədalətsizlik ola bilirmi? Ola bilər. Ədalətsizlik eləyə bilirik. Biz məsələn, yuxarıda dedik, məsələn, həsədin özü. Həsədin özü nədir? İnsan təbiətinin pozğunluqlarından biridir. Və s. Kin, məsələn, primitiv duyğular, bəli, bunlar insan təbiətinin pozğunluğudur. İnsan təbiətinin pozğunluğu bizdə necə duyğu yaradır, məsələn? İki cür təsir edir. Birincisi, başqalarında görürük bunu. Özümüzdə yox, başqalarında görürük. Və bu zaman bizdə ikrah doğur onlara qarşı, nifrət doğur, narazılıq doğur. Düzdür mü sən? Deyək ki, biz insan təbiətinin pozğunluğunu başqalarında müşahidə edirik. Və bu zaman onlara qarşı nifrət, kin, narazılıq hiss edirik. İkincisi, pozğunluğu bilavasitə özümüzdə duyuruq. Pozğunluğu özümüzdə görürük. Bu zaman meydana çıxan hal nədir? Bu zaman meydana çıxan hal bilirsiniz nədir? Belə deyək, təvazökarlıq yox, anlayış, başa düşmə, affektlərdən qurtulma, sakitləşmə, dinclik, boyun əymə, təvəkkül əmələ gəlir. Yəni, mən deyirəm, başqalarında hər hansı bir şəkildə bir pozğunluq görürəm, hər hansı bir şəkildə, xoşagəlməz cəhətlər görürəm, onlarda görürəm, özümdə yox. Onlarda görürəm, bu məndə nifrət, ikrah, narazılıq yaradır onlara qarşı. Özümdə görəndə isə təvəkkülə gedirəm, dincliyə gedirəm, mühakimə etməkdən uzaqlaşıram. İsa Məsih'in sözüdür var, ən məşhur sözü. Kimin günahı, necə idi o? Kim günahsızsa daşı birinci o atsın. O söhbət var da. Bir qadın olur, cəmiyyət qadını məhkum eləyir. Hekayəti bilirsiniz də, İncildəndir də o, İncildəndir. Dini hekayətdir də bu, xristianlıqla bağlı. İsa Məsih'in həyatı ilə bağlı. Qadını məhkum eləyirlər cəmiyyət, daşlamaq istəyirlər. İsa Məsih nə deyir? Deyir, kimdə günahı yoxdursa, qoy daşı birinci o atsın. Yəni, öz-üzə baxın da, yəni öz-üzə fokuslanın və öz mənfilərinizə fokuslanın. Onu yaxşılaşdırmağa çalışın, bacararsınızsa. Yəni, qadına yox, qadına daş atmayın. Yəni, daş atmalısınızsa, onda günahsız olun, suçsuz olun. Belə isə yoxdur. Kim günahı az, suçsuzdursa daşı o atsın. O söhbəti bilirsiniz də. Filmləri də var, baxmaq istəyənlər baxa bilər, dini hekayətlərlə bağlı filmlər. Yəni, orada da müdrikliklər çoxdur. Həyat müdrik bilgəliyi çoxdur. Çıxartmaq olar. Bu da belədir. Yəni, orada heç kim daşı atmır da, gedir. Yəni, İsa o qadını xilas edir də belə. Xilas edir. Yəni, daşlanmaqdan onu xilas edir qadını. Ki, günahı olmayan daşı atsın. Təqribən məzmun bu cürdür, dostlar. Bu da fəlsəfi mənada Şopenhauer bunu deyir ki, yəni birbaşa bizim iradə dünyası ilə bağlı. Mən başqalarında o pozğunluğu görəndə nifrət duyuram, narazılıq duyuram və qəzəblənirəm onlara qarşı. Özümdə pozğunluğu görəndə
təvəkkülə gedir. İsa Məsih sayağı da həm də əlaqələr yaratmaq olar. Yəni daşı özümə atıram, belə deyim də, daşı özümə atıram. Başqasına yox, özümə atıram. Özümlə məşğul olaram, özümü daşlayıram, məcaz kimidirsə, bənzətmə kimidirsə. İkinci halda təvəkkülə gedirsən. Yəni mühakimə etməkdən uzaqlaşsan, kimlərisə ciddi sürətdə mühakimə etməkdən uzaqlaşsan, çünki özündə də görürsən ki, sənin təbiətində də mənfi tərəflər var, hansısa pozğunluqlar var. Fəqət bu hal dostlar, baxın necə, məqam necədir? Bu sən özünə zülm verməyin demək deyil. Mən əlavələr eləyim. Yəni məsəl üçün, mən indi öz yanaşmamı deyirəm də. Bu məqamla bağlı başqa bir video da çəkəcəyəm dostlar. Nietzsche'dən çəkəcəyəm. Çox möhtəşəm bir dənə Nietzsche'nin analizi var. Ona da gələcəyik. Qəşəng. Ona da ustadları xatırlayaraq və həm də düşüncə təfəkkür dünyası quraraq o söhbətlərə də gələcəyəm. Onun da fikrimdə var. Maraqlananlar, məsələlərlə maraqlananlar gözləsinlər. Hə. Bu özünə zülm deyil. Yəni məsəl üçün, bu barışıq olmaq deməkdir. Yəni sən məsələn üçün özünü analiz edirsən, öz təbiətini, başqalarıyla uğraşmaqdansa, yəni məsələn başqalarını mühakimə etmək, pisləmək, başqalarında günah axtarmaq və ya mənfi şeylər axtarmaqdansa, deyək ki, bu haldan çıxaraq özümə fokuslanıram və deyirəm ki, məndə hansı mənfi cəhətlər var? Özümdə filan, əgər mənfidirlərsə görürəm. Məndə bu mənfi cəhətlər var. Və bunlara analiz edirəm ki, bunlar hara qədər zərərlidir başqalarına? Bu başqalarına hara qədər zərərlidir? Yox, bəlkə zərərli deyil, xeyirlidir. Bəlkə xeyirləri də var. Bəlkə özünə xeyirləri var. Bəlkə əslində hansısa mənfi cəhətinin müsbət tərəfləri də var. Məsələn, İsa Məsihin o örnəyində qadına daşlamaq istəyirlər. O gəlir deyir ki, qoy kimin suçu varsa, suçu yoxdursa daşı o atsın. Bu mənim dostlar, suçu yoxdursa, günah yoxdursa, bayaq mən necə dedim, hərdən çaşqınlıqlar ola bilir. Yəni kim günahsızdırsa qoy daşı birinci o atsın. Səmimi şəkildə özünə baxan insan deyər ki, o günahsız deyildi. Bu mənada, məzmun içərisində deyirəm də. İsa Məsih və o qadın hekayətinin o məzmun içərisində deyirəm. Sonracıda o xanım kimə xidmət göstərirdi? O cəmiyyətə xidmət göstərmirdi. Acayip bir şey deyilmi bu? Yəni bu məsələn üçün qadındakı pozğunluğu yox, o cəmiyyətdəki pozğunluğu göstərir əslində. Çünki o qadın o cəmiyyətə xidmət edir də. Və cəmiyyət sonra başlayır onu daşlamağa. Bu o qədər belə, necə deyim? Pozğunluq məsələn budur. Aslında pozğunluq budur. Bu əgər o məzmun içərisində deyəriksə, pozğunluq qadındadır. Qadında pozğunluq var, cəmiyyətdə pozğunluq yoxdur. Bu tamamilə ədalətsiz yanaşmadır. Qadın pozğundursa, o cəmiyyət ondan qat-qat pozğundur. Əgər qadın pozğundursa, qat-qat pozğundur. Yəni qadın tək o cəmiyyətdə xidmət göstərib, amma cəmiyyətə xidmət göstərib, həmən cəmiyyət onu daşlamaq istəyir sonra. Bu iki qat pozğunluqdur. Dahası zehni baxımdan da pozğunluqdur. Yəni ədalət düşüncələri yoxdur. Ədalətlə düşünmə, təfəkkür etmə qabiliyyətləri yoxdur. Yəni iki qat pozğunluqdur. Ruhi, mənəvi pozğunluq bir tərəfə, intellektual cəhətdən də pozğunluqdur. Yəni o qadını tələbat olub, qadın xidmət edib, sonra onu daşlamaq istəyirlər onu. Belə deyil. Ona görə İsa Məsih orada nə deyir? Deyir ki, kimin suçu yoxdursa qoy o atsın. Onlar da başa düşürlər ki, insanlar ayrılırlar da özlərinə gəlirlər. Yox. Biz günahım varsa daşı niyə atım? Belə deyil. Bu baxımdan
İnsan öz təbiətinə baxa bilər. Mən məsələn üçün filan yerdə ədalətsizlik elədim. Bu mənim pozğunluğum idi. Qarşı tərəfi günahlandırdım. Yox. Mənim günahım yox idi bu. Mənim suçum yox idi bu. Belə deyirsən. Yəni başqasını qınamaqdansa özünə baxsan. Sonra gör doğrudan da səndə də günah var idi, səndə də suç var idi. Bu səni nəyə aparır? Təvəkkülə. Yəni iki haldan biri hansı, ikisindən hansı alicənab haldır? Mən ikincini deyirəm. İkincini. Ya zaten bax görən, gəl bitirək. Deyir, insanın mənəvi əhəmiyyətini müəyyənləşdirmək üçün baxmaq lazımdır. Hansı əhval-ruhiyyə onun varlığında dominantdır? İkinci xarakterə malik insanların xarakteri gözəldir. İkinci dominantlıq eləyir. İkinci ruh halı kimdə dominantlıq eləyirsə, elə insanlar xarakterini gözəl deyirik. Yəni elə insan gözəl xarakterli insandır. Yəni təvəkkülə gedən, mühakimə edən yox, təvəkkülə gedən. Bax İsa Məsih. İsa Məsih. Görürsüz? İsa Məsih. Mənəvi aləmdəki fəaliyyətdə danışıram dostlar. Mənəvi aləmdəki fəaliyyətdən danışıram. İsa Məsihin o halında mən örnəklər çox göstərmək olar. Örnək çox göstərə bilərəm. Çox deyəndə, yəni bir neçəsini göstərmək olar da, belə yadımda qalan bunu demək istəyirəm də, nisbətən çox. Mənəvi aləmdə göstərmək olar. İsa orada o məşhur hekayətdə ki, qadına daşlamaq istəyirlər, İsa Məsih gəlir, qadını xilas edir. Orada ən gözəl xarakterli kimdir? İsa Məsih. Çünki o təvəkküldədir orada. Hətta çox İsa Məsihin obrazına baxsaq, çox məsum olsa belə, çox məsum, təmiz insan olsa belə, saflıq mücəssəməsi olsa belə o hekayətdə dahası təvəkküldədir. Yəni əvvəlcədən təvəkkül halındadır. Əslində gözəl xarakterlidir. O cəmiyyət nədir? Qəddar, vəhşi, qisasçı, kinli, nifrət etmək istəyən, yəni mühakimə etmək istəyən haldadılar. O belə söz var, öz gözündə tiri görmür, başqasında çöp axtarır, o da var. Belə söz də var da, atalar sözü də düzdür. O cəmiyyət qızışmış, vəhşiləşmiş haldadır, bütün primitiv duyğularla. O mühakimə etməyə hazırdır, bu da deyilir. Mühakimə etməyə hazırdır, məhv eləməyə hazırdır. Amma dönüb özünə baxmır. Amma cəmiyyətin ayrı nümayəndələri dönüb özlərinə baxsalar, özlərini analiz edərsə, özləri ilə məşğul olsalar, özlərində nə qədər mənfi cəhət taparlar, qaranlıq tərəf taparlar. Bu, əgər onlarda təkmilləşmə qabiliyyəti varsa, bu onları təvəkkülə aparır. Təvəkkülə. Yəni onlar bir növ belə deyək, məcazi məntiqdə yaxşı sözü yaxşı sınarlar. Özlərində sınarlar. Yəni başa düşərlər ki, heç də onların egoizmi təməl məsələ deyil. Burada başqa canlıların istirabları, yaşantıları, bildiyimiz və bilmədiyimiz məqamlar var. Və günahı birinci özündə görər. Bu zaman qarşı tərəfi də daha yaxşı anlaya bilər. Daha yaxşı hiss edə bilər. Və mövzular da, məsələlər də, problematik məsələlər də daha rahat həll oluna bilər. Fəqət dostlar, dediyim kimi, bu bilirsiniz necə məsələdir? Bu bəlli yetkinlik tələb eləyən məqamdır da. Yəni mən bu indi fəlsəfi aləm qururam da, həmişə bunu deyirəm dostlarım. Çox xahiş edirəm, bunu nəzərə alın. Biz də düşüncələr danışırıq, amma bunlar üçün uyğun mühitlər olmalıdır ki, bu dominant olsun, yaxşı yansın. Uyğunsuz mühitlərdə bunlar işləyə bilməzlər. Amma bir dalğa olaraq, zehnimizdə bir dalğa olaraq, bir istiqamət olaraq varlığımızda, psikamızda, təmayül olaraq bunlardan da istifadə eləmək olar yeri gələndə. Elastiki saxlaya bilərik də, o kriteriyalaşdırma qabiliyyətimizi elastiki saxlaya bilərik. Üstəlik dediyim kimi, bunlar, dostlar, necədir? Bu sənə necə, belə bir söz var, sərf eləməlidir. Yəni bu söhbətlər hansısa təbiətlərə, natur olaraq sərf eləyə bilməz.
Amma sərf eləyə biləcək naturallar da ola bilər. Hansı naturallar bunları doğrudan da bu barədə düşünə bilərlər, təfəkkür edə bilərlər və hansı nəticələrə vara bilərlər və öz həyatlarını yaxşılaşdıra bilərlər. İşıqlı edə bilərlər. İşıqlı edə bilərlər. Ola bilər belə hallar dostlar. Yəni yaxşı xarakterli insan kimdir? Bu analizə görə dostlar. Yəni bu təfəkkür eləmək üçündür. Bu mütləq deyil. İkinci halı yaşayanlardır. Yəni biz ikinci halı daha çox yaşayanlar. Yəni bizim varlığımızda ikisi də ola bilər. Bax Schopenhauer iki halda ikisi də ola bilər. Hansı hal dominantlıq hökm eləyirsə, onun xarakteri hansı hala hökmranlıq etməsinə bağlıdır xarakter. Yəni gözəl xarakterli insanlarda ikinci hal dominantlıq eləyir. Yəni mühakimə etməkdən çox anlamaq, başa düşmək, daha geniş üfüqlə baxmaq, daha geniş qəlblə məsələyə, şəxsə yanaşmaq, mühakimə etməkdən çox anlamaq, başa düşmək və həsəd etməkdən çox səadət duymaq. Yəni öz tələbatları və istəkləri və arzuları önə çıxartmaq yox, həm də başqalarının arzuları, istəkləri, tələbatları haqqında düşünmək. Bu zaman sən həsəddən uzaqlaşsan və onların yaxşı halları səndə sevinc oyadır və digər insanların da istirablarının azalmasını görəndə özün də sevinc duyursan və sənə xoş gəlir ki, onların istirabları azaldı, sevincləri artdı. Bu sənə xoş təsir göstərir, xeyirxahlığı göstərir, şəfqətli olmağı, insansevər olmağı göstərir. Amma əksinə öz egoizmi önə çıxardanda bu zaman həsədlə dolub daşsan və həsədlə dolub daşdığı laqeyd olsan başqalarının duyğularına və bu zaman mənfi tərəflərin önə çıxır. Mənfi hissiyatlar içərisində olursan. Pozğunluğa yönəlik də, insan təbiətindəki pozğunluqlara yönəlik münasibət də belədir. Başqalarında bunu görəndə nifrət duysan, ikrah duysan. Özündə görəndə təvəkkülə getsən. Yəni mühakimə etməkdən çox başa düşsən, anlayırsan və daha çox özə fokuslansan. Yəni suçu özündə görürsən. Bu zaman qarşı tərəfi mühakimə etməkdən, ona nifrət etməkdən, ondan narazı qalmaqdan uzaqlaşsın. Mənə görə hansı hal yaxşıdır? Əlbəttə ikinci hal. Əlbəttə ki, ikinci hal. İkinci hal yetkin insanın halıdır. Mənə görə yetkin insanın halıdır. Düşünən, təfəkkür edən, özü ilə barışıq olan və öz mənfi və müsbət tərəflərini bilən adamın halıdır. Birinci hal emosional baxımdan yetişməmiş insanın halıdır. Yəni aşağı primitiv bir haldır. İkinci hal ki, kütləyə adətən düzdür, birinci hal xasdır. Kütləyə görürük də. O bir dənə hadisə olan kimi hamısı düşür onu lənətləyirlər. Sanki özlərində heç bir günah yoxdur da, yəni sanki özləri tərtəmiz bir həyat sürürlər. Kimisə lənətləməklə məşğul olurlar. Özlərinə baxmırlar. Özlərinə baxmaq istəmir. Deyir ki, məndə bütün cəhətlər yaxşıdır. Yaxşıdır. Qarşı tərəfi düşürlər kütlə halında pisləməyə. Gözlərində heç bir səhv yox. Heç bir qaranlıq tərəf yoxdur sanki. Bu kütlənin nəyi göstərir? Yəni nə qədər qeyri-yetkin, primitiv olduğunu göstərir əlbəttə. Amma yetkin insan, yəni ayrılmış şəxsiyyət, fərd necə olur? İkinci hala rahatlıqla girə bilir. Anlayış halına rahatlıqla girə bilir. Mühakimə etməkdən çox başa düşmə halına rahatlıqla girə bilir və primitiv duyğuların təsirindən rahatlıqla çıxa bilir. Təvəkkül halını dominant edə bilir, hökmran edə bilir. Yəni və o birinci haldan nə çıxır? Ədalətsizlik. Açıq-aşkar şəkildə ədalətsizlik çıxa bilər. Yəni mühakiməyə hazır olmaq, nifrətə hazır olmaq halından çox asanlıqla ədalətsiz nəticələr
ola bilər. Ədalətsiz hallar ola bilər. Yəni bir pozğunluq ardınca başqa pozğunluqlar gətirə bilər. Amma ikinci hal anlayış, düşüncə, təvəkkül halı aydınlıqlar gətirə bilər, ədalətsizlikdən uzaqlıqlar gətirə bilər, daha işıqlı mühitlər qura bilər, daha sevinc bol olan mühitlər qura bilər. Amma insan cəmiyyətindəki qaranlığın, o ümumi primitiv ibtidai qaranlığın dominant olduğu üçün isə mənfi cəhətlər çox arta bilər. Belə dostlar, bu qədər. Bunu ümumi mövzu olaraq danışdım. Ümumi mövzu olaraq danışdım dostlar. Amma yenə də bir daha da vurğulayım ki, yəni bu kimi şeylər söhbət olaraq var, təfəkkür olaraq var. Ümumiyyətlə deyəsən mən dostlar, deyəsən bunun Ağalar Məmmədov bəyin kitabı var idi, Aşma kitabı. Deyəsən orada belə bir məqama rast gəlmişdim. Çoxdan. Məndə o kitab var idi. İki dərəsini almışdım. Orada deyəsən belə deyəsən oradaydı bu məsələyə, bu cür rast gəlmişdim. O sakitlik istəyir. Təfəkkür etmə halı sakitlik istəyən haldır. Yəni düşünmə, oturmalısan və düşünməlisən. Doğrudan da özün haqqında düşünməlisən. Yəni insani mərhələyə keçməlisən. O bizim varlığımızdakı bir çox bəlkə də heyvani ibtidai o hallardan, affektlərdən biraz uzaqda olan haldır bu. Təfəkkür etmə halı. İnsani bir haldır da, daha çox insani haldır. O biri tərəfin də öz yerləri var. Əlbəttə bizim heyvani tərəflərimizin də öz tətbiqat yerləri var. Ondan qurtulmaq olmaz və hətta ondan barışıq da yaşamaq olar. Lazımi məqamlarda, amma həm də insani tərəflərimiz var da. Təfəkkür etmə məhz daha çox insani tərəfdir. Ona görə bu sakit oturub özümüz haqqında düşünmə tələb edir. Təfəkkür etmə tələb edir. Bax, bu söhbət bu halı şərtləndirir. Yəni, bu halda bu söhbəti hiss etməlisən. Düşünməlisən bu barədə. Əgər aydın danışdımsa dostlar, aydın danışmadımsa özür dilə bilərsiniz. Fəqət bundan sonra nəticələr çıxarda bilərik. Nəticələrdən də sonra başqa formalarda bu davranışlara, əməllərə keçidlər ola bilər. Amma dediyim kimi, bu daha çox bəlli bir kiçik çevrə ilə bağlı məsələdir. Daha birinci çıxış nöqtəsi olaraq. Yəni, məsələn üçün, sən bunu toxunmuş burada, mən anlayışlı oldum, getdim, girdim cəmiyyətlərin içərisində və bu orada başa düşüləcək, təqdir ediləcək. Belə söhbət yoxdur. Yəni, bunun üçün şərtlənmə lazımdır. Yəni, bunu başqa tərəf də belə olmalıdır, bu tərəf də belə olmalıdır. Sən olduğun cəmiyyətdə bu hal dominant olmalıdır ki, orada bu effektiv işləsin. Yəni, dediyim kimi, yəni, bu primitiv yerlərdə bu dominant ola bilməz bu halda. Yəni, bunu sənin əleyhivə çevirirlər də, bunu demək istəyirəm. Çox tez-tez bunu sənin əleyhivə çevirirlər. Yəni, sənin yaxşılığın sənin əleyhinə çevirirlər. Ona görə bu lazımi yerlərdə tətbiq olması məsələdir. Bunu çox vurgulamaqda fayda var dostlar. Yəni, burada mən məsləhət kimi deyil də, bu çox xahiş edirəm, başa düşün. Yəni, vəz, təbliğat deyil. Fəlsəfi söhbətdir, düşünmək üçündür. Fərdi mənada da başlanğıc olaraq. Təkliyə bağlı məsələdir. Belə dostlar, bir də bu məsələ sizlə ilə bağlı məsələdir. Biz orada deyirik, məsələn üçün, nifrət, həsəd, kin, yəni iradənin primitiv affektləri və hallarında insanın mühakimə qabiliyyəti, qiymətləndirici mexanizmləri sarsılır. Yəni, o məsələləri aydın şəkildə qiymətləndirə bilmir. Doğru, düzgün şəkildə qiymətləndirə bilmir. O azalmalıdır ki, yəni insanın təvəkkül halı həm də nə üçün yaxşıdır? Bax, ikinci hal. Həm də niyə yaxşıdır? Həm də niyə sakit insansevərlik həm də yaxşı haldır? Anlayış halı həm də niyə yaxşı haldır? Sakit halda. Təvəkkül halı niyə sakit, yaxşıdır? Məsələləri aydın zehniyyətlə qiymətləndirəsən deyə. Ədaləti aydın zehniyyətlə axtarasan deyə. Amma əks halda, yəni iradənin primitiv affektlərində kin, həsəd
vəhşilik hallarında sən məsələləri doğru qiymətləndirə bilməzsən. Ədalətsizlik eləyə bilərsən, haqsızlıq eləyə bilərsən, günahı özündə deyil, ancaq qarşı tərəfdə görərsən. Halbuki məsələnin çözümü bu hallarda daha da gərginləşər, həll olunmaz, daha da gərginləşər. Təvəkkül halı həm də ona görə yaxşıdır ki, yəni bunu ümumi qavram kimi deyirəm dostlar, bəlli məcaz kimi. Pozğunluğu birinci növbədə özündə görmək ona görə yaxşıdır ki, məsələni ədalətlə həll edəsən. Qarşı tərəfdə yox, özündə birinci görməlisən ki, məsələ ədalətlə həll olunsun. Bu da təvəkkülləndir. Sən özündə pozğunluğu görəndə təvəkkülə gedirsən. Başqasında görəndə özünü təmiz sayıb onu günahlandırırsan, kinli olursan, həsədli olursan, vəhşiyə çevirirsən. Amma özündə birinci günahı görəndə təvəkkülə gedirsən və qarşı tərəfi ümumiyyətlə məsələni daha ədalətlə qiymətləndirirsən. Bu əhəmiyyətli bir şeydir buna görə dostlar. Həm də ikinci hal nəyə görə? Yetkin insan halıdır, həm də buna görə. Yetkin şəxsin halıdır daha çox ikinci hal. Belə dostlar, hələlik özünüzdən müayət olun. Bu aləmlərdən çıxırıq. Bu iki düşüncə aləmindən. Mənə belə gəlir ki, demək istədiklərinin çoxunu dedim dostlar. Qalan məsələlərdə birlikdə düşünə bilərik bu məsələlər haqqında. Hələlik özünüzdən müayət olun. Fəlsəfə aləmindən çıxırıq.